Və zahirən elə bilirəm ki, Əli Əleyhisselam və balalarına olan sevgisində də yalan demirdi. Yenə deyirəm, təkrar eləyirəm. Məlun idi, ləyin idi, cəhənnəm əhli idi, imam qatil idi, nədir o başqa bir şey. Amma zahirən Əli və övladı Əliyə qarşı olan məhəbbətində yalandan demirdi. Çünki həyatın araşdıranda görürsən ki, əksər imamların həyatına baxanda, əksər xəlifələrin həyatına baxanda onun həyatı tamamilə başqa bir yöndən yanaşıb Əli Əleyhisselama qarşı. Günlərin bir günüsündə Məmun İmam Cavad Əleyhisselamla, bu imamın elminin bir balaca bir işartısıydı. Məmunla, ya Möhtəsimlə də olursun, qarışdırdım mən. Dəclənin kənarında yeriyirlər. İmam Cavad Əleyhisselamla xəlifə yeriyir Dəclənin kənarında. Qayıdır, xəlifə deyir ki, ya Əba Cəfər. Haşiyə çıxın bu Əba Cəfər sözünə də bir işarə eləyib. Bildiyimiz kimi iki dənə imamımız Əbu Cəfərdir. Biri imam